hansıdır? Dəqiq bir diapozada icra olunan. İnterval. İnterval. Yaxşı. Burada əsas diqqət hərəkətlərin icrası arasındakı vaxt intervalına yönəlmiş olur. İnterval. İnterval metodudur. Anam, interval nisbətən qısa nə qədər olur, uzun nə qədər olur? 15-30 saniyə, bir də 1-3 dəqiqə. Qəşəng, 15-30 saniyədə 1-3 dəqiqədir. Verəcəm Jalə müəllim indi. Dairəvi metod digərlərindən fərqləndirən neçə əsas xüsusiyyəti var anam? Minimum 5, o. Yox, o kompleks. Dairəvi metoda minimum neçə, maksimum neçə hərəkət daxil edildi? Dairəvi metodu Xüsusi seçilmiş hərəkətlər kompleksidir. aha, yox, dairəvi metodu digərlərindən fərqləndirən neçə əsas xüsusiyyəti var deyirəm. 6, Birinin hardan artımsan anam onu? 5. 5 dənədir, 5 dənədir. Yeniyetmə idmançıların hazırlanmasında əsas metod hesab olunur. Oyun. Nə? Oyun. Oyun. Sabit dəyişməyən intensitə yerinə yetirilən metod hansıdır? Yaban. Rəvan metodu idi, bəli. Sonra, bəs uzun müddət yerinə yetirilən metod? O da yaban. Hərəkət texnikasının təkmilləşdirilməsi üçün istifadə olunan metod? Təkrar. Təkrar metodudur. Bəs hərəkət texnikası təkmilləşdirilən və vərdiş halını aldıqdan sonra müəyyən qədər sürətin inkişafına nail olan? Nə? Təkrar səy. Qəşəng, bu da olacaqdı. Təkrar səy metodu. Sonra, fiziki tərbiyə dərsində məşğul olunan hərəkət dinamikasını təyin etmək üçün istifadə olunan? Hərəkət dinamikası qısa xronometr. Xronometrə metodu olacaqdı anam. Bəs mənəvi radi keyfiyyətlərin inkişafını ölçmək üçün istifadə olunan? Mənəvi vardı. Keyfiyyət inkişafı yarış. Aha, yarışdı. Bəs sual düzsə ki, fiziki keyfiyyətlərin inkişaf dinamikasını ölçmək? O nəzarət. Nəzarət, məşqçinin idmançı haqqında müəyyən qənaəti gəlməsi hansıdır? Nəzarət. Aha, bu da olacaqdı, nəzarət olacaqdı anam. Sonra, yarış metodu hansı intensitə yerinə yetirilir? Yarış metodu. Axşamı xeyir qardaş, axşamı xeyir qardaş. Yarış metodu hansı intensitə yerinə yetirilir? Bu da maksimal. Maksimal. Bəs demirik, rəqabət ruhunda yüksəldilir. Rəqabət ruhunda yüksəldirən hər hansısa bir aşağı intensitə yerinə yetirilə bilər anam səncə? Qəşəng. Təşəkkürlər Leyla müəllim. Testləri işləmisiz anam.